Bəs bilmirdiniz ki, bizi tanıyandan sonra bizdən əl çəkməyəcəklər. Çünki, bax, müştəridir. Vallahi bax, 100 qramlar, 20 qramlar, 30 qramlar mallar alır. Bu adam deyir ki, nə gəldilər, qapıma qədər ətri verdilər. O qədər təriflədilər ki, mən dedim ki, bu günə qədər sizi tanımadığıma çox peşman olmuşam. Amma bir dəfə aldım. Çünki keyfiyyət artdıram. İndi bax, yəni ucuz mal satmaqla deyil. Keyfiyyət ver ki, bir dəfə almasınlar. Bir dəfə alıb tövbə eləyəcəklərsə, onda gələk, sən o malı satırsın. Bax, baxın. Vallahi deyirəm, mən belə şey çəkməzdim ha. Prosto göstərirəm ki, ay millət, ay cəmaət, baxın, keyfiyyətə üstünlüyü verir. Mən demirəm, mənim malım hamısından keyfiyyətlidir. Başa düşdünüz? Mən deyirəm ki, mənim malım bəzilərindən keyfiyyətlidir və əksəriyyətindən keyfiyyətlidir. Bax, bir bu müştəri. Bir, mən getdim, aldım, peşman oldum. Allaha hamd olsun. Deyir, qardaş, məsələ bilirsiniz nədir? Gələk diqqətlə izləyəsiniz ki, kimin ağzından nə söz çıxır. Gedib cəmaatı aldatmaqla, nə bilim, bizdən bir dənədir, ay nə bilim belədir. Mən belə şey çəkim. Mən hər gün bunlardan satıram. Prosta bu günləri dedim ki, bəli, çəkib göstərəcəm ki, bəli, alıb tövbə eləyim. Alıb bir dəfə tövbə eləyim. Bu da alıb, bax, vallahi deyirəm, gəbra bax, bu da alıb bir dəfə tövbə eləyim. Mən yalandan kiloları yığım bir qırağa, təzdən çəkiliş qutarından sonra deyim, davay bunları yığım yerlə. Məndə elə şey yox. Mən nədirsə onu eləyirəm. Yalandan özləri doldurub o qırağa qoyub göyə müştərinin sifarişini deyənlər var ha. Onlara deyirəm ki, aktyoruğu yaxşı bazarın. Normal bazarı süzü eləyin o aktyoruğu. Eləyəmişsə, eləməyin. Bax, alıb ucuzlulardan peşman olub tövbə eləyənlərdir. Bax, bu 3 dənə müştəridir. Hamıdan takip gözləyirəm, girin profilə. Kim nə istəyirsə, keyfiyyət baxımından istəyirsə, mən sizin qulluğunuzdayım. Allah hamının işini aman eləsin. Amma yalancılara da ayıb olsun. Hələ.